Nə də yığırsız dalbadalı, bezdimi? Balacan ağa sən qadanam. Pəncərədən gördüm, baxdım ki, Nasrəniyyədə yoxdur, elə sevindim. Nə olub qadanam? Əməbət, əsəbləşmişəm. Niyə? Problem başımdan açır. Niyə, nə olub? Nə yaxşı, şükür həll eləyək dana. Əməbət, o vaxt pulum yox idi. Hə. Qulağım sağışdı. Ay sağ ol. İndi var 5-10 manat pul qazanmışam. Hə. O yığır istəyir, bu yığır borc istəyir, o istəyir. Verməyəndə də aləm dəyər bir-birinə. Problem Deməli bu pul mənə problem yaradır. Bu pul problemi sənin depressiya salar, ya ağzın əyilər, onu həll eləmək lazımdır. Elə günü bu dəqiqə həll eləmək lazımdır. Nətər eləmə, nətər eləyim? Neyim, işləməyim, qazanmıyım. Cibində nə qədər pul var? Məndə ən çox məhbət kartda olur. Kartda olmağı yaxşıdır. Nə kartda olan yalandan deyə bilirsən ki, yoxdur, bloka düşürdü, kart yaddan çıxırdı. Kağızdan yiyəsi döyükür. Hə, nəğdi pulda da problem. Məncə nə qədər pul az olmalıdır məhbət. Deyəm, nə var? 20. Hə, bu 20-likdir da nağdı sənə problem yaradan. Hə, bunu tər aradan götürmək lazım, problemi ləğv eləmək lazımdır. Nətər məhbət? Bunu mən qoyuram cibimə. Elə bil ki, sənin 20% problemlərini həll elədin. Abi sonra nə olacaq? Hə, sabah da, birisində hər gün gələcəm. Sənin xımır o pulunu götürəcəm. Bir də gözünə açacaqsın. Nə pulun var, nə də problemin. Hə, sənə pulun olmayandan sonra it yerinə də qoymayacaqlar. Adam yerinə də qoymayacaqlar. Sonra düşəcəksən mənim kimi sülənəcəksən orada. Bir də narahat ol, mən həll eləyəcəm. Hə, qardaş narahat olma. Problemini həll elədim. Su. Ora gəl.